Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan Haberler programında Bakü stüdyosundan herkese merhabalar. Ben Özlem. 18 Mayıs 2026 Pazartesi. Yine dop dolu bir gündemle karşınızdayız. Stüdyoda her zamanki gibi sevgili Ali de benimle. Mən dəyərli. Herkesi salamlayıram. Xoş gördük Özlem. Bəli, bugün Bakıda olduqca hərəkətli bir gündü. Gündəmimiz zəngindi. Hoş bulduk Ali. Zaten haberlere şöyle bir göz attım da Bakü bugünlerde adeta bir diplomasi merkezine dönüşmüş gibi. Herhalde ilk haberimiz de bununla ilgili. Nedir bu Bakü'deki hareketliliğin sebebi? Tamamilə doğru təxmin etdin Özlem. Bakıda dünəndən etibarən Ümumdünya Şəhər Salma Forumunun, yəni WUF 13-ün 13-cü sessiyası öz işinə başlayıb. Bu, Birləşmiş Millətlər Təşkilatının şəhər salma və yaşayış məntəqələri üzrə əsas qlobal konfransıdır. Forumda dünyanın bir çox ölkəsindən yüksək səviyyəli nümayəndələr, merlər, nazirlər, mütəxəssislər iştirak edir. Ümumdünya Şehircilik Forumu, yani Dünya Şehircilik Forumu. Anladım. Peki bu forumda tam olarak ne konuşuluyor ve neden Bakü ev sahipliği yapıyor bu önemli etkinliğe? Forumun əsas mövzusu dayanıqlı şəhərlərin inkişafı, müasir urbanizasiyanın yaratdığı problemlər və gələcəyin şəhərləri üçün həll yollarıdır. İqlim dəyişikliyi, ağıllı şəhər texnologiyaları, sosial bərabərlik kimi məsələlər müzakirə olunur. Bakının seçilməsinə gəlincə, son illərdə şəhərimizin keçirdiyi böyük transformasiya, həm tarixi irsin qorunması, həm də müasir memarlığın sintezi bu seçimi şərtləndirən amillərdən olub. Azərbaycan bu təcrübəsini dünya ilə bölüşmək istəyir. Harika bir şey bu. Gerçekten de Bakü'nün ne kadar güzelleştiğini hep duyuyoruz. Peki foruma katılan önemli isimler var mı? Gündemde bir ziyaret trafiği olduğunu söylemiştin. Bəli, var. Elə bugün səhər saatlarında Özbəkistan Respublikasının prezidenti cənab Şavqat Mirziyeyev Bakıya rəsmi səfərə gəlib. Səfərin əsas məqsədlərindən biri məhz bu forumda iştirak etməkdir. Təbii ki, səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri arasında iki tərəfli görüşlər də keçiriləcək. İki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Özbekistan'la ilişkilerimiz her zaman çok özel olmuştur. Bu ziyaretlerin ilişkileri daha da güçlendireceğine eminim. Başka kimler var gelenler arasında? Səfərlər bununla bitmir. Türk Dövlətləri Təşkilatının baş katibi Qubanıçbək Ömüraliyev də Bakıdadır. O da həm forumda iştirak edir, həm də Azərbaycan rəsmiləri ilə təşkilat çərçivəsində görülən işlər və gələcək planlar barədə fikir mübadiləsi aparır. Həmçinin Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da rəsmi səfərlə ölkəmizdədir. Gördüyün kimi Bakı bu günlərdə dünyanın diqqət mərkəzindədir. Vay canına, neredeyse bütün dünya Bakü'ye akmış. Türk Devletleri Teşkilatı'nın da orada olması çok anlamlı. Bu diplomasi trafiği belli ki ekonomiye de yansıyor. Sırbistan Cumhurbaşkanı'ndan gelen bir açıklama var gözüme çarpan. Bəli, o da iqtisadi əlaqələrimizin bir göstəricisidir. Serbiya prezidenti Aleksandr Vučić bir açıqlama verərək Azərbaycan şirkətlərinin Serbiya bazarındakı fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu fəaliyyət gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır və iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə verəcək. Azerbaycan şirketleri Sırbistan'da hangi alanlarda faaliyet gösteriyor ağırlıklı olarak? Enerji mi, inşaat mı? Daha çox infrastruktur və inşaat sahəsində. Məsələn, Serbiyada bəzi önəmli magistral yolların tikintisini Azərbaycan şirkətləri həyata keçirir. Bu da ölkələrimiz arasında sadəcə enerji deyil, fərqli sahələrdə də əməkdaşlığın mümkün olduğunu göstərir. Anladım, çok güzel. Ekonomiden devam edelim o zaman. Bütün dünyayı ve tabii ki Azerbaycan'ı da yakından ilgilendiren bir haber var. Petrol fiyatları. Ne oluyor petrol piyasasında Ali? İqtisadiyyatdan danışmışkən, bu həqiqətən də günün ən vacib xəbərlərindəndir. Beynəlxalq enerji bazarlarında, xüsusilə yaxın şərqdəki geosiyasi gərginliyin artması fonunda Brent markalı neftin qiymətində kəskin bahalaşma müşahidə olunur. Bir barelin qiyməti son ayların rekord səviyyəsinə çatıb. Keskin bahalaşma, yani keskin bir artış. Bu Azerbaycan ekonomisi için iyi bir haber demek oluyor. Sonuçta devlet gelirleri büyük ölçüde petrole dayalı. Qısa müddətli perspektivdə bəli, bu Azərbaycanın neft gedirlərinə müsbət təsir göstərir. Dövlət büdcəsinə daha çox vəsait daxil olur. Ancaq uzun müddətli baxdıqda, qiymətlərin bu cür qeyri-sabit olması və artımın arxasında dayanan geosiyasi risklər qlobal iqtisadiyyat üçün yaxşı hal deyil. Azərbaycan da qlobal iqtisadiyyatın bir parçası olduğu üçün dünyadakı hər hansı bir böyük böhran bizə də təsirsiz ötüşmür. Sakin və proqnozlaşdırıla bilən bir bazar hamı üçün daha yaxşıdır.
Çok doğru söylüyorsun. Küresel istikrar her ikisinin faydasına. Şimdi biraz da bölgemize, yüreğimize dokunan bir konuya geçelim mi? Gözümüz, kulağımız hep orada. Urmiye Gölü. Oradan umutlu bir haber gelmiş. Bəli, bu çox sevindirici bir xəbərdir. İran ərazisində yerləşən və son illərdə quruma təhlükəsi ilə üz-üzə qalan Urmiye gölündə son vaxtlar suyun səviyyəsinin artması müşahidə olunur. Bu, həm son aylar yağan intensiv yağışlarla, həm də gölə axan çayların üzərindəki bəzi bəndlərdən su buraxılması ilə əlaqələndirilir. Gölün qurumuş sahilləri yenidən su ilə örtülməyə başlayıb. Ah, ne kadar güzel bir haber. Fotoğraflarını görmüştüm. O çatlamış toprakların yerini yeniden suyun alması o kadar değerli ki. Özellikle Güney Azerbaycan'daki kardeşlerimiz için büyük bir moral kaynağı. Peki bu canlanma kalıcı olabilir mi? Haberde de soruluyor sanırım. Bunun devam etmesi için ne yapılmalı? Əsas məsələ də elə budur Özləm. Mütəxəssislər bunun davamlı olması üçün bir sıra addımların atılmasının vacibliyini vurğuluyorlar. Göldən su götürən yüzlərlə qanunsuz quyunun bağlanması, su sərfiyyatı çox olan kənd təsərrüfatı məhsullarından imtina edilməsi və hökumətin gölü xilas etmək üçün hazırladığı planları tam şəkildə həyata keçirməsi lazımdır. Yəni bu canlanma bir ümid işığıdır, amma mübarizə hələ bitməyib. Anlıyorum. Umarım bu ümit ışığı büyür ve göl eski güzel günlerine döner. Takipte olacağız. Alibi'de gündemde daha hassas, daha kişisel bir haber var. Bağımsız kaynaklardan, Azadlık Radyosu'ndan gelen bir haber bu. Bəli, xəbər Avropada yaşayan bloger Tural Sadıqlı haqqındadır. O, sosial şəbəkələrdə yaydığı məlumatda valideynlərinin müalicə məqsədi ilə ölkədən çıxmasına icazə verilmədiyini bildirib. Sadıqlı bunun özünün müxalif siyasi fəaliyyəti ilə əlaqədar olduğunu və ailəsinə təzyiq göstərildiyini iddia edir. Çok üzücü bir durum eğer iddialar doğruysa. Sağlık gibi bir konuda insanların seyahat özgürlüğünün kısıtlanması kabul edilemez. Peki resmi makamlardan bir açıklama var mı bu konuyla ilgili? Hələlik rəsmi qurumlar məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib. Hazırda bu blogerin iddiası olaraq gündəmdədir. Məsələnin necə nəticələnəcəyini zaman göstərəcək. Anlıyorum. Ortada ciddi bir iddia var ve henüz resmi bir yanıt yok. Bu konunun da takipçisi olacağız. Umarız ailenin sağlık sorunları bir an önce çözüme kavuşur. Ali, bugün de gündemin nabzını tuttuk sayende. Bakü'deki forumdan ekonomiye, Urmiye'nin sevincinden bu üzücü iddialara kadar. Çok teşekkür ederim. Mən təşəkkür edirəm Özləm. Sənin də suallarınla mövzuları daha da aydınlaşdırdıq. Dinləyicilərimiz üçün də maraqlı olduğuna ümid edirəm. Eminim öyledir. O zaman bugünü burada noktalayalım. Sağlıqla qalın. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo